Salam, hər vaxtınız xeyir olsun hörmətli konfrans iştirakçıları. Yeni bir konfransla yine sizlərlə bərabərik. Bugünkü konfransımızın mövzusu Xocalı'nın uluslararası hafızadakı yeri və Azərbaycanın tarixi zəfəri. Bir-birindən dəyərli hocalarımızla bugündən bağlı fikirləri, mühazirələri eşidəcəyik. Sözü qonaqlarımıza verməyizdən öncə istərdim Xocalı ilə bağlı bir videonu sizlərə təqdim edim. Daha sonra sözü qonaqlarımıza verəcəm. Keklik gibi kanadımı süzmedim, murat alıp doya doya gezmedim. Bu kara yazıyı kendim yazmadım. Alnıma yazılmış bu kara yazı. Verin patron, verin patron. Hadi patron, patron. Böyle gidersem böyle. Sen de. Hala biri, hala. Var boşluk var, boşluk var. Elvan kaçır, ha bana. Abi yeter lan. Ay hocam ya. Evet, buradan bir genç hastaneye yetiştirilmeye çalışıyoruz gördüğünüz gibi. Kara yazı, kader böyle imiş, ağlarım bazı gönüle. Sebebime alnıma yazılmış bu kara yazı. Kader böyle imiş, ağlarım bazı gönüle. Sebebime Cenab-ı Ali Başkomandan, emrinize asasen torpaklarımızı işgalden azat etti. İspat verilir ki sizin kimi komandanınız var. Bana bak! Bana bak! Hocalı katliamında makaleler yazmıştım, hatırlarsınız. Burada benim için önemli olan o özellikle bak gençleştim, duvarlara çıktım. Hocalılar katliamdan kaçtıkları zaman hani dağlara aşmışlar, gelmişler deniyordu ya. Bildiğim kadarıyla karşıdaki dağları aşıp gelenlerden. Hocalı katliamı makalemde bunu belirtmiştim. Hepiniz hatırlıyorsunuz. İşte gördüğünüz karşıdaki. Bugün niye burada gururla oturuyorum? Bütün Hocalı katliamı aileleri,
defalarca program yapmıştım. Bakın buradan size özel selamlarımı yolluyorum. Bütün Solmazlar'ın başta siz olmak üzere bütün Hocalı katliamın aileleri. Hepsine selamlar diyorum. Ve bakın gülerek artık oraya bakıyoruz. Hepsinin kanı yerine kalmadı ve Allah bizden artık oralarına buradan selam yolluyorum. Defalarca program yaptık. Dürdane Hanım, Saide Hanım, Solmaz Hanım, sizin nezdinizde bütün Hocalılar grubuna ailelere selamlar. Burada sizleri de anlıyoruz. İnşallah döndüğümde bunları da programa ekleyeceğim. Bak buradan artık zevkten onların kanıyla kalmadı. İşte hepsine selam olsun. İndi isə istərdim sözü qonaqlarımıza verim. Filologiya elmləri doktoru, Azərbaycan Milli Məclisi millət vəkili, YAP İdarə Heyətinin üzvü Elnara xanım Hakimovaya verirəm sözü. Buyurun Elnara xanım, söz sizdədir. Çox sağ olun Anar bəy. Bütün iştirakçılara, konferans iştirakçılarını salamlayıram. Xoş gəlmisiniz deyirəm. Anar bəy, bu qısa video xronikada qəribədir ki, çox təsirləndirdiniz bizi və ani də olsa yenidən biz o məqamlara qayıda bildik və mən nəyi xatırladım? Xocalı faciəsinin baş verməsi günlərində təbii ki, Azərbaycan qəzetləri, Azərbaycan mətbuatı, yəni bütün ölkə, bütün Azərbaycan, bütün vətən şok içində idi və Azərbaycan mətbuatı daim yazırdı, müsahibələr alırdı və o illərdə Azərbaycan qəzetində bir yazı getmişdi və o yazıda müəllifin bir cümləsi həmişə mənim yadımdadır. Deyir ki, bilmək olmaz. Bəlkə dünya dolanıb döndü, illər keçdi, Tanrının o çarxı yenidən hər şeyi fırlatdı. Bu millət ola bilsin ki, bir hafizəsi silindi, öz yaddaşını itirdi, manqurta döndü. Amma bu dünyada, Azərbaycanda heç olmasa bir nəfər də olsa öz yaddaşını xatırlayan insan olacaqsa, o insan mütləq Xocalını xatırlamalıdır. Çünki Xocalı bizim qan yaddaşımızdır. Bu doğrudan da belədir. Çünki Xocalı faciəsi yalnız bir Azərbaycanlılara qarşı törədilən bir cinayət deyildi. Bu bütün bəşəriyyətə qarşı sərgilənən bir amansız bir cinayət idi. Beynəlxalq hüququn pozulmasıydı. Biz təsəvvür edin ki, 90-cı illərdə hələ 20 yanvar meydan hərəkatından çıxmışdıq. Biz 20 yanvar faciəsini yenidən adlatmışdıq və demək olar ki, heç 20 yanvar faciəsinin o yaraları bizə qaysaq bağlamamışdı və yenidən artıq bizdə alovlanan o torpaq uğrunda savaşlar, itkilər, vertolyot qəzası, bizim jurnalistlərin xəyanət şəkildə öldürülməsi, alimlərimizin yol qəzalarında amansız şəkildə qəzaya uğradılması, yəni daha sonra Qarakənd yaxınlığında vertolyot qəzası, yəni ard-arda bu proseslər doğrudan da Azərbaycan xalqına çox böyük bir psixoloji sarsıntılar hesabına başa gəlirdi və bütün bunların mənə elə gəlir ki, ən pik nöqtəsi məhz Xocalı soyqırımı oldu. Və biz bütün faciələrin içərisində bugün də məsələn 20 yanvar faciəsini bir qürur tarixi kimi xatırlayırıq. Çünki xalq bilərəkdən öz azadlığı uğrunda Azərbaycan oğulları küçələrə axışmışdı, o tankların önünə çıxmışdılar və öz haqq savaşını tələb edirdilər. Amma Xocalı faciəsi bilirik ki, başqa bir durumda gerçəkləşdi. Xocalı faciəsi gecənin bir yarısı, fevralın 25-dən 26-sına keçən gecə dinc əhaliyə, əlyalın əhaliyə, öz yerinin içində yatdığı zaman, yəni qarlı, şaxtalı bir havada tutulan bir divan idi və bu doğrudan da bəşəriyyətin ən amansız, ən tükürpədici hadisələrindən biridir. Məsələn, biz indiyə kimi bəşəriyyətdə o insanlığa qarşı amansız o kütləvi şəkildə divanlar dedikdə biz Xirasamanı xatırlayırıq, Nagasaki faciəsini xatırlayırıq. Amma bir anlıq fikirləşək və qarlı, şaxtalı, çovğunlu bir gündə bütün ailələrin, bütün ailə üzvlərinin bir gündə məhv edilməsi, uşaqların, qadınların, qocaların və nəinki öldürülməsi, öldürüləndən sonra o zorakılıq əlamətləri ki var, o hətta onların meyitlərinin üzərində müəyyən eksperimentlər ki aparılır. Bunu bizim rəhmətli jurnalistimiz Çingiz Mustafayev yaxşı ki kameranın o görüntülərini, o yaddaş lövhələrinə yığıb saxlamağı və gələcək üçün tarixləşdirməyi bacardı. Yəni namələrə, o video xronikalara baxmaq kifayətdir ki, yəni doğrudan da Xocalı faciəsinin bəşəriyyət üçün nə qədər amansız, nə qədər tükürpədici bir fakt olduğunu biz görə bilək. Xocalı faciəsi Xankəndində o zaman keçmiş SSR-nin tərkibində fəaliyyət göstərən 366-cı moto alayının
iştirakı ilə törədildi və kütləvi şəkildə qırğın törədildi. 613 nəfər bir gecədə öldürüldü ki, bunun 63-ü uşaq idi, 70-i qadın idi və 106-sı yəni qocalar idi. Və hələ burada minlərlə insanlar əsir götürüldü, yaralandı və qeyd etdiyimiz kimi hətta əsirlərin özü belə amansız işgəncə eksperimentlərinə məruz qaldılar. Məsələn, zaman-zaman Xocalı əsirləri ilə müəyyən müsahibələr yayımlanır, onlarla bağlı müəyyən çəkilişlər olur və doğrudan da biz onların söhbətlərini dinləyəndə Xocalı faciəsinin bir də arxa fonda insanlığa qarşı törədilmiş nə qədər amansız bir cinayət olduğunu görürük. Təbii ki, Xocalı faciəsi baş verəndən sonra ən böyük məsələlərdən biri ona dünya səviyyəsində hüquqi siyasi qiymətin verilməsi idi və bu yöndə mənə elə gəlir ki, yəni həm dünyada fəaliyyət göstərən Azərbaycan diasporası da çalışdı, amma ən böyük işlərdən birini mənə elə gəlir ki, Heydər Əliyev fondu öz üzərinə götürdü və məhz Heydər Əliyev fondu təsəvvür edir ki, müxtəlif zaman kəsimlərində, məsələn, 2007-ci ilin fevralın 26-sında Heydər Əliyev fondunun təşəbbüsü ilə Brüsseldə təcavüzün qurbanları adlı fotosərgi təqdim olunduğu video göstərildi və Xocalı faciəsi haqqında Brüssel insanlarına bu faciənin tanıdılması ilə bağlı demək olar ki, insanlar əllərindən gələni, Heydər Əliyev fondunun əməkdaşları əllərindən gələni etdilər. Yaxud deyək ki, elə həmin il 2017-ci ildə Türkiyənin İstanbul şəhərində 25 vilayətdə Xocalı həftəsi adlı silsilə tədbirlər təşkil olundu. Yaxud deyək ki, 2008-ci il fevralın 14-də Berlində Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklərə həsr olunmuş yəni silsilə tədbirlər keçirildi ki, bu ümumiyyətlə Xocalı faciəsinin tanınması üçün çox mühüm məqamlardır. Və ümumiyyətlə bugün dünyada Xocalı faciəsi necə tanınır? Dünyada 9 ölkə və Amerika Birləşmiş Ştatlarının 21 ştatı parlament səviyyəsində Xocalı faciəsini, yəni Xocalı faciəsini biz tanıtmağa müvəffəq olmuşuq. Təbii ki, Xocalı faciəsi elə bir amansız bir faciədir ki, onun tanıdılması yönündə yəni daim biz ayıq olmalıyıq, oyaq davranmalıyıq və biz 5 ildir ki, artıq 6-cı ilə keçib zəfərimizi qazanmışıq. Xocalı şəhidlərinin qanı alınıb. 2023-cü ildə bir günlük antiterror əməliyyatları nəticəsində sentyabrın 19-dan 20-sinə keçən gecə, yəni bir günlük antiterror əməliyyatı nəticəsindən sonra, yəni alınan o zəfərlə artıq biz suverenliyimizi bərpa elədik və Azərbaycan prezidenti də İlham Əliyev artıq sentyabrın 20-sində bizim Xankəndiyə, Xocalıya Azərbaycan bayrağını sancdı. Təbii ki, biz yəni o qisaslarını almışıq. Amma Xocalı qeyd etdiyim kimi, yəni bu xalqın qan yaddaşıdır. Yenidən o itkilərimizlə üz-üzə qalmamaq üçün, yenidən o tarixi yaddaşımızı itirməmək üçün və yeni yetişəcək nəsli ayıq-sayıq yetişdirmək üçün təbii ki, qarşımızda uzun bir yol var və bu yol ən əsas da təhsil əməkdaşlarının təhsilin üzərinə düşür, mədəniyyəti daşıyanların üzərinə düşür ki, məhz biz harda təhsillə mədəniyyətin inteqrasiyası, bax, bu yöndə mənə elə gəlir ki, əsas qarşımızda duran məsələlərdən biri də bizim deportasiyamızdır, bizim repressiyalarımızdır, bizim soyqırımlarımızda bu tarixi faciələrimizi yeni yetişəcək nəsillərə tanıdılmaqdır ki, biz zəfəri almaqla işimizi sonuclandıra bilmərik. Bu, təbii ki, bizim haqqımızın bərpasıydı. Amma burada hələ qarşıda uzun bir yol var ki, yenidən bu xalq öz qan yaddaşını itirməsin, yenidən bu itkilərə məruz qalmasın. Mən bir də Xocalı faciəsinin hafizələrdə, yəni bizim konferansın ki, adı hafizələrdə yaşadılması da, mən bir də yəni bu həqiqətlərin ədəbiyyatın dili ilə çatdırılmasında düşünürəm ki, bizim ədəbiyyatımız bu 33 ildə çox böyük, 34 ildə artıq çox böyük işlər gördü və məhz ədəbiyyatın sayəsində biz yeni yetişən ki bir nəsil, məsələn, Azərbaycan prezidenti dönə-dönə çıxışlarında deyir ki, Qarabağı məhz müstəqillik dövründə yetişən o uşaqlar, yeni yetişən nəsil geri aldı. Bu doğrudan da belə idi. Amma o nəslin yaddaşının diri tutulmasında mənə elə gəlir ki, bizim ədəbiyyatımızın çox böyük bir rol oldu. Çünki ədəbiyyat o yerdə fərqli bir atmosferdə ona görə qərarlaşır ki, qılıncların dayandığı, silahların dayandığı yerdə qələmlər dayanmır, qələmlər öz sözünü deyir və onun bugün ideoloji, estetik yöndə apardığı yük doğrudan da yeni yetişəcək gənclərin bax, öz tarixi yaddaşına, tarixi haqqına sahib çıxmağa bütünlükdə səfərbər eləyə bildi. Xocalı faciəsi bizim ədəbiyyatımız baş verdiyi dönəmdə ədəbiyyatımızda ilk növbədə bir minor motivlər gətirdi. Bir ümumi
ümidsizlik gətirdi, bir sınma nöqtəsi oldu. Doğrudan da bayaq qeyd elədim, bir xalq üçün böyük bir yəni şok effekti yaratdı və ardınca yəni atəşkəsin imzalanması, yəni torpaqların əldən getməsi bir məyusluq sindromu gətirdi ədəbiyyatımıza. Və bütün bunların içərisində həm də Xocalı faciəsini öz bədii təcəssüm predmetinə çevirməyi, əsas prioritetə çevirməyə bizim yazıçılarımız, şairlərimiz yəni hər zaman yəni ədəbiyyatın ön sıralarında oldular. Məsələn, xüsusilə biz təkcə Şimali Azərbaycan deyil, həm də Güney Azərbaycanda Xocalı faciəsinə çox böyük diqqət ayrıldı və Güney Azərbaycan yazarının Araz Əhmədoğlu'nun bu yaxınlarda mən Son Tüfəng hekayəsini oxudum və inandırım sizi, Son Tüfəng hekayəsi Xocalı faciəsində o bir gecədə baş verən o qanlı olayı o qədər yadçı dili ilə, emosional şəkildə çatdırırdı ki, yəni bu həm də sevindirici bir fakt ki, Güney Azərbaycanda bizim dərdimizi öz dərdi kimi yəni bilir və bunu içdən emosional şəkildə yaşaya bilir, yaddaş lövhələrinə köçürə bilir. Məsələn, Xocalı faciəsi ilə bağlı Azərbaycan ədəbiyyatında mən xüsusilə yəni çox oxunan əsərlərdən, məşhur olan əsərlərdən adını çəkmək istəyirəm. Nəriman Həsənzadənin, bizim böyük şairimiz, Beynəlxalq Məhkəməyə bütün millətlərə şeiri var ki, orada Xocalı faciəsinə susan, göz yuman Birləşmiş Millətlər Təşkilatının susqunluğu çox amansız şəkildə yəni sorğulanır. Əlibala Hacızadənin Şəhid yuxuma girdi poeması var ki, burada Xocalı faciəsinin baş vermə səbəbləri və o qan donduran olay çox yüksək şəkildə əksini tapır. Fikret Qocanın Hər gecə Xocalıda, Zəlimxan Yaqubun çox məşhur, bayaq adını da çəkdik biz Bayram müəllimlə, ruhunu şad elədik. Onun O qızın göz yaşları, Azərbaycan poeziyasında çox məşhurdur o şeirlər. İltifat Salihin Şəhid Xocalı, Ələmdar Quluzadənin Töhmət Çələngi, Şahmar Əkbərzadənin Ölü torpaqlara məzar qazılmır, Söhrab Tahirin Xocalı qırğını, Nurəngiz Günün məşhur Xocalı simfoniyası, Nüsrət Kəsəməlinin Xocalı poeması, Ələkbər Salahzadənin Xocalı Xacilləri poeması, Ədalət Əskəroğlu'nun Xocam Xocalı, Elxan Elaflının Cəhənnəmdən gələn səs. Yəni bu sıranı istənilən qədər təbii ki uzatmaq olar. Mən təbii ki, mənə ayrılan vaxtdan çox sui-istifadə etmək istəmirəm. Sadəcə o faktı diqqət çatmaq istəyirəm ki, bizim ədəbiyyatımız, bizim publisistikamız, bizim tarixi yaddaşımız hər bir zaman Xocalı faciəsinin dünyaya çatdırılmasında, qan yaddaşımızdan silinməməsində böyük iş görmüşdür. Bugün bizim bir qədər elə əvvəl də bu barədə danışdıq. İradə xanım burada yəni iştirak edir, Əlili. Onun xüsusilə Xocalı faciəsinin tanıdılmasında böyük rolu olub. Onun Xocalı şahidlərə danışır kitabı. Mən mətbuatdan daim izləmişəm. 4 dildə, 2023-cü ildə 4 dildə hətta çap olunub, dünyaya yəni çıxışı gerçəkləşib. Bunun özü Xocalı faciəsinin tanıdılmasında ən böyük biridir və bütün bu tarixin danılmaz bir faktıdır ki, hər bir zaman ədəbiyyat, tarix, publisistika, poeziya, yəni ən operativ janrlardan, ədəbi sahələrdən biridir və onların artıq dünyaya xitabı siyasətin xitabı deyil. Bu artıq əbədiyyətə qədər xalqın yaddaşına yazılan bir bədii lövhədir, bədii səlnamədir. Mən inşallah ki, bu xalq, heç bir xalq Xocalı faciəsini bir daha görməsin. Mən sadəcə bunu arzu edirəm. Çünki zəfəri də qazansaq, bu elə bir itkidir ki, o artıq biz təbii ki, o zəfərdən sonra ürəyimizin yarası bütövlənib, amma hər halda arzu edək ki, Xocalı faciəsini heç bir xalqın uşaqları, qadınları, qocaları, oğulları görməsin. Çünki bu çox böyük bir amansız yaddaşa vurulan ən böyük zərbələrdən biridir və nə yaxşı ki, Azərbaycan oğulları o şəhid ruhlarının qisasını aldı və onlara sevindirdi. Sağ olun bir daha. Təşəkkür edirəm diqqətinizə görə. Biz təşəkkür edirik Nara xanım. Həm siyasi baxımdan, həm ədəbi baxımdan çox gözəl dəyərləndirdiniz. Çox sağ olun. Həm iştirakınız, həm dəyərli məlumatlarınızı bizlərlə paylaşdığınız üçün minnətdaram. Var olasınız. İndi isə sözü Özbəkistan Cümhuriyyəti Ali Məclisi 4-cü dönəm Yasama Məclisi Millət Vəkili Doçent Doktor Gülbakır Sadiqaniyeva hocamıza vermək istəyirəm. Buyurun Gülbakır hocam, söz sizdədir. Selamun Aleyküm. Anar Bey, bana söz verdiğiniz için size çok teşekkür ederim. Hocalı soykırımı hakkında da benim böyle sözlerimi diyorum. Saygıdeğer akademisyenler, kıymetli şehit aileleri, aziz dostlar. Öncelikle hepinizi saygı ve hürmetle selamlıyorum. Bugün burada Xocalı soykırımının 34
34. yıl döneminde hayatını kaybeden masum insanları anmak ve bu büyük acıyı ortak bir vicdanla hatırlamak için bir araya gelmiş bulunuyoruz. Hocalı'da yaşananlar yalnızca Azerbaycan halkının değil, bütün Türk dünyasının ve insanlığının ortak acısıdır. 26. Şubat 1992 gecesi kadınların, çocukların, yaşlıların hedef alındığı bu vahşet, savaşın bile bir ahlaki olması gerektiğini savunan evrensel değerlerin açıkça çiğnendiği bir insanlık suçudur. Biz Özbekler için bu acı yabancı değildir. Çünkü biz de tarih boyunca zulmü, baskıyı ve adaletsizliği yaşamış bir halkız. Acıyı tanıyan milletler başkasının acısını daha derinden hisseder. Bu nedenle bugün burada bir akademisyen olarak değil yalnızca, aynı zamanda bir kardeş halkın temsilcisi, bir insan, bir vicdan olarak konuşuyorum. Hocalı'da katledilen sivillerin her biri bu yarım kalmış bir hayattır. Susturulmuş bir sestir. Yarınlara ulaşamayan bir umuttur. Bir çocuğun elinden alınan oyuncak, bir annenin yarım kalan duası, bir atanın, babanın koruyamadığı ailesidir. İşte Hocalı, bütün bunların adıdır. Değerli katılımcılar, bu tür trajediler yalnızca geçmişe ait olaylar değildir. Aksine hatırlamadığı sürece tekrar etme tehlikesi taşıyan canlı gerçekliklerdir. Bu nedenle tarihsel hafıza sadece akademik bir kavram değil, aynı zamanda ahlaki bir sorumluluktur. Hocalı'yı anmak, geçmişte kalmış bir olayı tekrar etmek değil, adalet talabını diri tutmak demektir. Özbekistan halkının hafızasında derin izler bırakan en büyük acılar arasında geçen yüzyılda yaşanan katliamlar yer almaktadır. Bunlardan özellikle 1918. yılda Kokand'da gerçekleştirilen katliam ile 1938'de yaşanan baskılar binlerce masum insanın hayatını kaybetmesine ve sayısız ailenin parçalanmasına yol açmıştır. Bu trajediler Hocalı'da yaşananlarla birçok açıdan büyük benzerlikler taşımaktadır. Her bir olay, masum sivillerin güvenliğinin nasıl ihlal edildiğini, temel insan haklarının yok sayıldığını ve toplumsal hafızanın korunmasının nedenle hayatı olduğunu güçlü biçimde hatırlatmaktadır. Bu tür tarihsel karşılaştırmalar, halkların acıyı paylaşmasını, ortak bir empati geliştirmesini ve birbirine daha da yakın durmasını sağlamaktadır. Aziz dostlar, Özbekler ve Azerbaycanlılar yalnızca dil ve kültür bakımından değil, kader, hafize ve ideal bakımından da kardeştirler. Bizim tarihimizde yaşanan acılarda sizin yaşadıklarınız arasında derin bir benzerlik vardır. Bu benzerlik bizi birbirimize daha da yakınlaştırmaktadır. Hocalı yalnızca yaş tutmak için değil, aynı zamanda insanlığın nasıl olmaması gerektiğini hatırlamak için de bir derstir. Hocalı Azerbaycan halkının hafızasında derin izler bırakmış önemli bir tarihsel simboldur. Uzun yıllar süren hasretin ardından Hocalı'nın yeniden Azerbaycan'ın egemenliği altına dönmesi, yalnızca bir toprak meselesi değil, aynı zamanda adalet, kararlılık ve milli iradenin somut bir yansımasıdır. Bu süreç
geçmişten alınan derslerin geleceğe umut ve güvenle taşınabileceğini göstermiş. Bölgesel barış ve istikrar açısından da yeni bir dönemin kapısını aralamıştır. Konuşmamı tamamlarken şunu vurgulamak isterim. Acı paylaşıldıkça azalır. Adalet savunuldukça güçlenir. Hafıza canlı tutuldukça insanlık ayakta kalır. Hocalı'da hayatını kaybeden tüm masumları rahmetle anıyor. Azerbaycan halkının acısını yürekten paylaşıyor ve adaletin bir gün mutlaka teselli edeceğini olan inancımı ifade etmek istiyorum. Hocalığı unutmadık. Hocalığını unutmayacağız, unutturmayacağız. Hepinize saygılarımı sunuyorum. Çok sağ olun. Teşekkürler. Biz teşekkür ederiz Gülbahar hocam. Həqiqətən də hocanı unutturmadığınız, unutmamanızı həm istər konferansımızda çıxışınızla, həm öz dövlətinizdə, istər bir akademisyen olaraq, bir millət vəkili olaraq çalışmalarınızı da ortaya qoymuşsunuz və izləyirik. Allah razı olsun. Çox sağ olun. Var olasınız. Razı olsun. Teşekkürler. Siz sağ olun. İndi isə sözü Nevşehir Hacı Bektaş Veli Üniversitesi profesörü Bayram Durbilməz hocamıza vermək istəyirəm. Buyurun Bayram hocam, söz sizdədir. Teşekkür ediyorum. Azerbaycan, Türkiye, Özbekistan, Kırgızistan ve gönül coğrafyamızın dört bir yurdundan bu toplantıya katılan bilim insanlarını, milletvekillerimizi, yazarları, toplantıyı takip eden sevgili meslektaşlarımızı, vatan evlatlarını, millet evlatlarını ben de sevgilerimle selamlıyorum, saygılarımla selamlıyorum. Sözlerimin başında ayrıca Hocalı katliamında şehit düşen canlarımızı, Karabağ zaferinin kazanılmasını sağlayan şehit ve gazilerimizi, kahraman evlatlarımızı saygıyla anmayı milli bir borç, bir vazife olarak görüyorum. Şimdi elbette acı, büyük bir acı, büyük bir facia Hocalı katliamı. Ta biz Türk milleti buna daha önce de tanık olmuş. Ergenekon destanı gibi görürüm ben bu Hocalı katliamındaki katliamı ve direnişi, daha sonraki Karabağ zaferini bu şekilde ben yorumlarım. Ancak genel olarak bir söyleyecek olursak, bir edebiyat bilimci olarak her topluluğun zaferi yok biliyorsunuz. Ve Atatürk'ün bağımsızlık benim karakterimdir dediği gibi bağımsızlık düşüncesi olan ve bu uğurda savaşmayı, bağımsızlık kazanabilmek için ölmeyi göze alabilen, ölürsem şehit, kalırsam gazi olurum inancına sahip olanlar ancak zafer kazanabilirler. Vatan uğruna mücadele etmeden, kan dökmeden zafer kazanılmaz. Elnara Hanım'ın çok güzel ifade ettiği gibi 20 Yanvar katliamı, Hocalı katliamı Azerbaycan Türk'ünü yıldırmamıştır. Aksine bu acılar milli ruhun yeniden dirilmesine bir başlangıç olmuştur. Ve elbette vatan sahibi olmak, bağımsız yaşayabilmek kolay değil. Dünyada pek çok millet var ama hepsi bağımsız değil. Hepsi vatanlarında özgür yaşamıyor. Bütün vatan toprakları azat edilmiş değil. Bunun için tabii ki kanla yazılan zafer destanını yine güzel bir şekilde ifade ettiği gibi Elnara Hanım'ın sanatla bütünleştirmesi, milli ruhu, milli hafızayı, milli heyecanı, milli ülküyü eğer sanatla bütünleştirmezsek yaddaşımız zayıflar ve böylelikle biz kimliğimizi de kaybederiz. Onun için yeniden dirilen, yeniden derilen
ve direnen Azerbaycan ordusu Karabağ zaferini bu ruhu yaşatarak kazandı. Tabii Karabağ zaferini kazanmadan önce bu Hocalı katliamı niye oldu? Ben özellikle birkaç cümleyle o konudan da bahsetmek istiyorum. Hocalı katliamı biliyorsunuz Karabağ Savaşı'nda yaşanan en unutulmaz bir vahşettir ve Karabağ'ın Hocalı kasabasında yaşayan sivil vatandaşlarımıza, Azerbaycan Türklerine uygulanan bu vahşet tesadüfi olmamıştır. Çünkü orası stratejik bir önem taşıyor. Hocalı, özellikle Karabağ, Dağlık Karabağ bölgesinde efendim stratejik bir önemi olan bir bölge. Özellikle burayı Hangendi ve Ağdam'ı bağlayan bir geçiş noktası, orada bir üs kurabilme noktası olarak da önemli. Tabii bunları yaparken vahşette sınır tanımamışlar. Kadınları, çocukları bile katletmiş olmaları ve uyuyan insanları uykusunda katletmiş olmaları bu vahşetin boyutunu gösteriyor. Tabii ki ben edebiyat bilimcisi sıfatımla burada daha çok bulunduğum için diğer konuları ilgili uzmanların görüşlerine tabii bırakıyorum ama özellikle edebiyat alanında söyleyeceklerim de var. Bunlar içinde çok iyi bildiğiniz gibi coğrafyayı vatanlaştırmak için kan dökmek, can vermek yetmez. Bir coğrafyanın vatan olarak kalabilmesi ve vatan olabilmesi, vatan daimi vatan, ebedi vatan olabilmesi için bu kazanılan coğrafyanın aynı zamanda zaferin, mücadelenin kültürle, sanatla, edebiyatla, şiirle, şuuru birleştirerek yadlarda yaşatmak gerekiyor. Milli hafıza, milli yaddaş dediğimiz budur ve bunların yolu da özellikle tabii halk bilimi içinde bizim incelediğimiz bir alan var. Benim alanım efendim halk bilimi, halk edebiyatı. Onların içinde özellikle sözlü tarih dediğimiz bir alan var. Hikmet Hoca'nın da alanı bu alan ve bu sözlü tarihte edebiyata giren yaşanılmışlıklar, kişilerin yaşadıkları, ailelerin yaşadıkları, o bölgedeki insanların yaşadıklarını, şahit oldukları olayları işte edebiyatçılar aracılığıyla bunlar şuurlu bir şekilde şiirle, sanatla, edebiyatla ve diğer sanat dallarıyla birleştirildiği zaman o acılar da unutulmuyor. O milli ruh da diri kaldığı için bugün Türkiye'de biz şunu deriz. Ergenekon ruhu dediğimiz ruh Çanakkale ruhuna dönüşmüş. Çanakkale ruhu İstiklal Harbi'ni kazandırmış ve bugün Türkiye Cumhuriyeti Devleti o ruhla kurulmuş. Daha sonra da işte Kıbrıs'taki Kıbrıs Barış Harekatı zaferi, Karabağ'daki zafer de yine Ergenekon ruhunun, o genetik ruhun estetik birikimle, edebiyatçılarımızın aktardığı birikimle yaşatılması yoluyla bizim milli kahramanlarımız sadece beden olarak değil, ruh olarak da vatanı savunmanın mukaddesliğini bu ruhu taşıdıkları için böyle devam etmişler ve bu ruh daha sonra günümüzde bütün milletlerin artık bildiği Hocalı katliamını artık dünyada duymayan, kabul etsin ya da etmesin, duymayan millet kalmadı. Bunun içinde tabii ki Azerbaycan'ın diasporası, Türkiye'de ve Türk dünyasında, Avrupa'da, başka ülkelerde Azerbaycan adına kurulmuş dernekler, vakıflar vesaire bunları her vesileyle dile getirmişlerdir. Biz ilk Hocalı katliamını duyduğumuzda ve daha önce
20 Yanvar katliamını duyduğumuzda yaşadığım yer olan Kayseri'de büyük mitingler yaptık. Halkın o sokaklarda doldu taştı gözyaşlarıyla birlikte bizim o milli kardeşlik rahmetli Haydar Aliyev prezidentin Cumhurbaşkanımızın o bir iki devlet bir millet anlayışının biz ilk örneklerini bu olaylar üzerine bizzat yaşadık ve Kayseri'de, İstanbul'da, Ankara'da, Yozgat'ta, başka şehirlerde, her şehrimizde bizim insanlarımız sokaklara döküldü ve bu acıyı yüreğinde hissetti ve bunlar sadece yüreklerde hissetmekle kalmadı. Eline kopuzu alan, sazı alan, bağlamasını alan ozanlarımız, aşıklarımız bu acıları, gözyaşlarını destanlaştırdı. Milli ruhu, direniş ruhunun yaşatılması ve kardeşlik ruhunun yaşatılması için edebiyata, sanata aktardılar ve Türkiye'de gördüğümüz bizim ben o yıllarda bu acılarla yazdığım şiirler vardı. İşte mesela Öze Dönüş diye bir kitabımız var. Burada 20 Yanvar hadisesi üzerine yazılan şiirler, daha sonra başka kitaplarda yazdığımız Karabağ, mesela işte Hocalı katliamı üzerine yazdığımız şiirlerden sonra bir vakit sonra 93. yıldan itibaren 93. 94. yıllarda Azerbaycan'a geldim ve Azerbaycan'da orada bizzat olayın tanıklarını, yaşayanların yakınlarını da gördük. Orada Bakü'deki kaçkınlardan duyduklarımız, yaşadıklarımız bizim aslında edebiyata, sanata yeterince aktarılmamış. Bu yönlerin milli yaddaşlara aktarılmasının günümüzün teknolojik imkanlarıyla bütünleştirilerek gelecek nesillere duyurulmasının çok önemli olduğunu, çok gerekli olduğunu biz sürekli biliyoruz ve buradan bir acıdan, bir milli direnişten, gözyaşından, Elnara Hanım'ın söylediği gibi o belki bir miskinlik, bir bıkkınlık, bir acziyet gibi başlangıçta düşünülen, hüzün gibi düşünülen konu daha sonra yenileyerek, milli ruhu yenileyerek, yaddaşı yenileyerek ve teknikte de, bilimde de, milli konularda da, askeriyede de güçlendikten sonra artık Azerbaycan büyük bir zaferi, hak edilmiş zaferi kazandı ve bu ruh bugün daha önce rahmetli Haydar Aliyev Cumhurbaşkanı'nın söylediği o iki devlet bir millet anlayışı günümüzde 7 devlet, 8 devlet bir millet şeklinde gelişerek devam ediyor ve bunun acılarını biz biraz önce konu geçti, o vesileyle ondan da bahsedeyim. Bu yıl Bakü Türkoloji Kurultayı'nın 100. yıl dönümü. Biliyorsunuz Türkoloji Kurultayı'na katılan bilim insanlarının tamamına yakını, büyük ekseriyeti katledildi ve düşünceyle mücadele edemeyen insanlar düşünenleri katlederek engellemeye çalıştı. Ama o sessiz çığlıklar dediğimiz çığlıklar sesli destanlara ve edebiyata, sanata, diğer akademik çalışmalara yol açtı ve bugün aynı zamanda şunu da ifade etmemiz lazım. Medeniyet dille başlar. Dil bugün Azerbaycan Türkçesinin de dahil olduğu Türk dili ailesi UNESCO tarafından dünya dilleri arasına girdi, kabul edildi ve bunda da Azerbaycan'ın, Türkiye'nin ve Kazakistan, Kırgızistan, diğer Türk ülkelerinin
bürokratlarının, devlet adamlarının ve aydınlarının, ziyalıların büyük Evet. katkıları oldu, büyük emekleri oldu. Tabii ben bunların her birinden Elnara Hanım gibi örnekler verebilirim. Çeşitli şairlerden, yazarlardan örnekler verebilirim. Sadece kendi yazdığım bu konuda 7-8 destan vardır ve bunlardan da örnekler verebilirim. Ama vaktinizi fazla almak istemediğim için bana ayrılan süre sanıyorum daha fazla taşmayayım süreyi. Daha sonra tekrar söz verilirse o arada birkaç örnek de verebilirim. E, Şehitlerimizi rahmetle anıyorum. Katılımcılara da saygılarımı sunuyorum tekrar. Var olun. Nevşehir Hacı Bektaş Veli Üniversitesi Türk Halk Edebiyatı Anabilim Dalı Başkanı Profesör Doktor Bayram Durbilmez hocamıza yürekten teşekkür ederiz hocam. Çok sağ olun. Bu değerli sözleriniz, çalışmalarınız sözde değil özden ortaya koyduğunuz için yürekten teşekkür ederiz. Allah razı olsun, var olasınız. Hep birlikte. Çok sağ olun. İndi ise sözü Kahramanmaraş Sütçü İmam Üniversitesi öğretim üyesi doçent doktor Hikmet Demirci hocamıza vermek istedim. Buyurun Hikmet hocam, söz sizdedir. Saygıdeğer moderatörüm Anar Bey, kıymetli hocalarım, sayın milletvekillerim, Türk dünyasından yürek dolusu sevgi ve saygıyla sizleri kucaklamak istiyorum. Ayrıca burada çok değerli Azerbaycan'ın bağımsızlığı ve bugünlere gelmesinde, Karabağ zaferinde emekleri geçmiş aziz şehitlerimizin yakınlarında aziz şehitlerimizin yakınlarını da kucaklıyorum. Onlara sabırlar diliyorum. Ama bu zaferin arkasında böyle güçlü annelerin, babaların, ailelerin olması da bizim için tabii ki ayrı yerleri var. Her zaman baş tacı edilecek kişiler olarak görüyoruz. Sizlere minnettarız ve bu minnettarlığımız da ömür boyu sürecektir. Tabii ki böyle bir konuda tarihi süreçten bahsedeceğim ama bugünlere gelmemizde tabii ki biz o dönemlerde çok genç, hatta çocuk yaşlarda işte bu katliamı e, ailelerimizde konuşulurken duymuştuk ve bu katliamla büyüdük aslında. Sonrasında hep milletvekillerimiz, cumhurbaşkanlarımız orada bizim ata yurtlarımızda Türklerin olduğunu ve çok büyük acılar çektiklerini hep anlattılar ve üniversite yıllarımda da Türk dünyasına olan yakın ilgim, hocalarımın konferansları ve bilim insanlarının bilimsel faaliyetleriyle bu hocalık katliamıyla ilgili e, görüntüler, röportajlar, yaşanan acılar birebir Azerbaycan Türkleri ne yaşadıysa Türkiye'de biz de aynı şekilde bu acıyı yaşamamıza sebep oldu. Ama ne mutlu ki, şükürler olsun ki bugüne 2020 yılında Karabağ zaferimizle bu haklı davada, haklı davamızdaki karşılığı alarak Karabağ problemimizi de mümkün mertebe çözmüş olduk. Bunun için tabii ki İlham Aliyev'e, Sayın Cumhurbaşkanımız yine Türkiye Cumhurbaşkanı Recep Tayyip Erdoğan'a ne kadar teşekkür etsek az. Onların varlığıyla biz güç buluyoruz ve devletler olarak Türkistan ve cumhuriyetleri olarak, Türk devletleri olarak büyüyerek birlikteliğimiz ve beraberliğimiz daha da ilerliyor, gelişiyor diyoruz. Tabii ki Hocalı katliamı dediğimiz gibi acı bir süreç ve 1992 yılına 25 Şubat'ın 26 Şubat'a bağlayan gecesinde bu katliam gerçekleşiyor ama bunun tabii ki tarihi bir süreci var. Maalesef ki 1800 yani 19. yüzyıldan itibaren Rusya'nın Azerbaycan topraklarını işgal etmesi ve bu topraklara yabancı bir halkı yerleştirmesiyle, nüfus problemiyle bu problemlerin günümüze yansıyan bu problemlerinin başlangıcını oluşturmaktadır. Tabii ki Hocalı, Ağdam, Şuşa, Hankendi,
Askeran gibi çok onlarla yakın bir konumda bulunan Dağlık Karabağ bölgesinin de en önemli, en stratejik merkezlerden birisi olarak karşımıza çıkıyor. Hocalı'da kimler yaşıyor? Ermeniler gelmeden önce yoğunlukla Azerbaycan Türkleri ve Ahıska Türkleri yaşamaktadır. İşte Dağlık Karabağ'ın göz bebeği olan Hocalı, Ermeni güçler için özellikle Hankendi ve Ağdam'ı bağlayan güzergahta olması ve bölgede tek havalimanına sahip olması onun hedef olmasındaki en önemli sebep olarak karşımıza çıkıyor. Tabii ki Rusya'nın 1826 yılında Karabağ Hanlığı'nın işgaliyle başlattığı bir sürece Ermeni nüfusunu bu topraklara yerleştirmesiyle beraber özellikle işte Ermenistan'dan, İran'dan ve Türkiye'den gelen Ermenileri bu bölgelere yerleştirmesi problemlerin başlangıcını oluşturmaktadır. Bir yandan bölgedeki Müslüman nüfus zorla başka bölgelere göç ettirilmiştir. Yabancı nüfus da bölgeye irtibatlandırılmıştır ve yerleştirilmiştir. Bu süreç tabii ki hiç bitmemiş. Yani 1830'lardan itibaren başlayan bu süreç Ermeni problemleri maalesef ki Türk dünyasının en büyük ve en kanlı, en canlı mücadelelerin yaşanmasında etkin rol oynamış diye söyleyebilirim. Ne zaman ki işte Gorbaçov'un artık Sovyetler Birliği yıkılmaya yakın Gorbaçov'un ılımlı siyaseti sayesinde nispeten ılımlı siyaseti sayesinde tabii ki oradaki Ermenilerin de 1830'lardan itibaren bölgeye konuşlandırılması ve artık onların da o bölgede söz sahibi olmasıyla beraber bir takım faaliyetleri giriştiklerini görüyoruz. Bu 1988 yılından yani Hocalık katliamından yaklaşık 4 yıl önce başlayan ve Dağlık Karabağ problemi olarak karşımıza çıkan bir problem olarak varlığını gösteriyor. Azerbaycan ve Ermenistan arasında ve Sovyetler Birliği döneminde başlayan sorunlar iki devletin bağımsız olmasından itibaren de daha da yükseliyor. Ve Hocalı'daki 1992 yılının 26 Şubat günü Ermenilerin Hocalı'daki Azerbaycan Türklerine yaptığı mezalim en şiddetli ve en korkunç yüzüyle yaşanmış oluyor. İki ülke arasında tabii ki bu problemler 1994 yılına kadar da maalesef sürüyor. Bu problemlerde ki başlangıç süreci Sovyetlerin Azerbaycan'ın Dağlık Karabağ'ı işgal etmesi ve Dağlık Karabağ Sovyetler Birliği döneminde özel bir bölge olarak Azerbaycan'a bağlanması. Tabii ki burada Müslüman nüfusun Kafkasya'dan sürülmesi, Hristiyan nüfusun yerleştirilmesi, nüfus stratejileri ve politikasının sürekli yön değiştirilmesi ama bazı problemli stratejik mevkileri de problemli milletlerin yerleştirilmesi Azerbaycan'ın kara tarihinin maalesef önemli dönemeçlerinden birisini oluşturuyor ve Ermenilerle Azerbaycanlılar sürekli karşı karşıya gelmiş oluyor. Ve bu süreçte Dağlık Karabağ bölgesindeki Hocalı, Ağdam, Şuşa, Hankendi, Askeran yolları Hocalı'dan geçtiği için Hocalı'nın ele geçirilmesi Ermeniler için en önemli hedeflerden birisi haline geliyor ve 1990 yılı başlarında 186 bin Azeri Türk'ü, Azerbaycan Türk'ü Ermenistan'dan da Azerbaycan'a gitmeye zorlanıyor. Ve 1991 yılında Azerbaycan Türklerinden oluşan köy Ermenilerin eline geçmiş oluyor ve Ermenilerin ablukası altına alınmış oluyor. Ve Ekim ayından itibaren bölge karayolları
ulaşımına kapatılıyor. Ulaşım sadece helikopterlerle, hava yoluyla sağlanmış oluyor. Kasım ayında Hocalı'da bir helikopterin Ermeniler tarafından vurulması sonucunda ise içinde Azerbaycan devlet yetkililerinin olduğu, Rus e, e, ve bu İran arasındaki yolların kapatılması, gaz ve elektrik bağlantısının kesilmesi tamamen Ermenilerin bu bölgeye abluk almasına sebep oluyor. Ve 3000 Azerbaycan Türk'ünün yanı sıra Ağızka Türk'ünün yaşadığı Hocalı kasabası 1992 yılında 25 Şubat'ı 26 Şubat'a bağlayan gece Ermenistan Silahlı Kuvvetleri ve Sovyetler Birliği'nin Rusların motorize alayıyla 366. Rus motorize alayının gerçekleştirdiği bir katliama dönüşmüş oluyor. Bu katliamda tabii ki resmi rakamlar yayınlanıyor. 106'sı kadın, 63 çocuk, 70'i yaşlı, toplam 613 kişi sadece bu kasabadan, Hocalı'dan katlediliyor. 76'sı çocuk, 487 kişi de ağır yaralanıyor, işkenceye maruz bırakılıyor ve 1275 kişi de esir ediliyor. Esir alınanlardan birçoğu Azerbaycan Türk'ü ve bunlardan 150 Azerbaycan Türk'ü halen kayıp ve onlara ulaşılamıyor. Diğer taraftan yaralı sayısı binin üzerinde. Katliam sebebiyle çocuklar öksüz hem yetim bırakılıyor. Birçok hamile bu katliamda vahşice öldürülüyor. Ve bu çocuklardan öksüz yetim kalanlar da ne oluyor? Daha sonra devlet koruması altına alınıyor. Peki bu Hocalı katliamında, bu kıyımda 613 Azerbaycan Türk'ünün hayatını kaybettiği vahşette esir alınanlar ve işte öksüz ve yetim kalanlar daha sonra bütün dünyaya haberdar ediliyor ve özellikle Batı, Türkiye tabii ki Azerbaycan'ın yanında oluyor ve bu katliamı kınıyor ve Kars Anlaşması binaen 1921'de yapılan Kars Anlaşması çerçevesince eğer kaldırılmazsa askeri müdahalede bulunacağını söylüyor. Amerikan yönetimi ise bağımsızlıkları destekleme akdi bağlamında Karabağ çatışmasında Azerbaycan'ın saldırgan ve durdurulması gereken taraf ilan ediliyor maalesef. Azerbaycan'a ambargo uyguluyor. İsrail, Güney Kore, Kanada gibi 17 ülkede yine Azerbaycan'a ambargo uyguluyor. Aynen. Tabii ki bu sonuçlardan birçok mücadele yapılıyor. İkili görüşmeler kapsamında ve işte ne diyelim Birleşmiş Milletler çağrılarıyla Azerbaycan bunların arkasını bırakmıyor. Ancak o Batı'dan istediği desteği de alamıyor. Ta ki ne zamana kadar? Ta ki 2020 Karabağ zaferi, yani 44 günlük savaşla bu Dağlık Karabağ problemi çözülmüş. Hocalı katliamındaki katliam edilenlerin ruhları şad edilmiş oluyor. Tabii ki Azerbaycan bu dönemlerde 1992'den 2020'ye kadar olan süreçte hep bunu uluslararası devletler ilişkiler kapsamında değerlen ve bir çözüm bulunmasını, Dağlık Karabağ topraklarının kendi toprakları olduğunu anlatmaya çalışıyor, ancak maalesef bu ikili görüşmelerden sonuç çıkmaması üzerine 2020 Karabağ zaferini gerçekleştirmiş oluyor. Türkiye olarak biz Türkistan topraklarında, Türk dünyasında her zaman onların yanında olmaya çalıştık. En son Karabağ zaferinde de zaten
Cumhurbaşkanımız yine Recep Tayyip Erdoğan'ın ve Türk Silahlı Kuvvetleri'nin destekleriyle Azerbaycan halkının yanında olarak kardeşliğimizi gösterdik. O dönemde bu vahşette hayatlarını kaybedenlerin ruhları şad olsun. Onların gerçekten haklarını ödeyemeyiz. Gelecek nesiller olarak da her zaman birlik olarak Türk birliğine hizmet ederek bu gücümüzü devam ettirmek durumundayız. Tabii ki 10 dakikalık bir sürede kısaca bu şekilde anlatabilirim. Yine sorularınız olursa memnuniyetle de paylaşırım, ifade edebilirim. Çok teşekkür ederim sabırla beni dinlediğiniz için. Biz teşekkür ederiz hocam. Necə deyirlər, bölüm bölüm, adım adım o anları bize anlattığınız için size teşekkür ederiz. Həqiqətən o olayları yeniden canlandırmış oldunuz. Həmçinin bildirmək istəyirəm ki, əsrlərdən bəhs etdiniz. Xocalı belə deyim, olayların, hadisələrində 27 gün əsir qalmış. Daha sonra onlarla, belki dedim yüzlərlə əsrin xilas olmasına səbəbkar olmuş Valih Hüseynov da aramızdadır. Birazdan ona da söz verəcəyik və deyərdim ki, o da sizlərin danışığı üzərinə bir də olayların canlı şahidi kimi öz xatirələrini, öz gördüklərini bizimlə paylaşacaq. Çox sağ olun Hikmət hocam. Təşəkkür edirik bir daha. Ben teşekkür ederim. Sağ olun. Çox sağ olun. İndi isə sözü yazar, Xocalı Şahidlər Danışır kitabının müəllifi, nə üçün İradə xanım bir çox bildiğim vəzifələri var. Tarix elmlər üzrə fəlsəfə doktoru, həmçinin Bakı Dövlət Universitetində də fən tədris edir. Amma bu kitab vurğulanmağında səbəb deyəlim Xocalı faciəsinin ən böyük tanıtımının ən böyük hissəsində bu kitab rol oynamışdır və son olaraq ötən həftə 14-cü dilə tərcümə olundu həmin kitab. Yəni 14 dildə, 14 ölkədə bu belə deyim faciənin, bu hadisələrin tanıdılmasıdır. İradə xanımın əvəzolunmaz bir rolu vardı. Sözü çox uzatmadan ona vermək istəyirəm. Buyurun İradə xanım, söz sizdədir. Mən hər kəsi salamlayıram. Dəyərli millət vəkilimiz Elnara xanım sizi salamlayıram. Hocalarımızı salamlayıram. Buradan şəhid ailələrimizin, anaların əllərindən öpürəm, gözlərindən öpürəm. Hər birinizi salamlayıram. Təbii ki, bu mövzu ağır mövzudur, amma biz həqiqətlərimizi dünya çatdırılmasında ziyalı olaraq, Azərbaycan vətəndaşı olaraq hər birimiz bu addımları atmalıyıq. Təbii ki, danışan hocalarımız hər bir belə deyək də ətraflı məlumat verdilər Xocalı soyqırımı haqqında. Mən Xocalılarla, onlarla birbaşa həmin gecənin şahidlərlə olan müsahibələrdən danışmaq istəyərdim. Bir balaca onlarla ünsiyyətin qurmadığım haqqında məlumatları vermək istəyərdim. 92-ci ilin may ayında Səbirabad rayonuna Xocalılar məskunlaşmışlar. Mənim atam da o zamanlar orada Ağsaqqallar Şurasının sədri idi. Və mən də o zamanlar Mədəni Maarif Texnikumunda müəllimə işləyirdim, Kitabxanaçılıq fakültəsində və atam dedi ki, mütləq biz ailələrə baş çəkməliyik. Mən tələbələrimlə bizim ilk dostluğumuz, ilk tanışlığımız 92-ci ilin may aylarına təsadüf etdi. May-iyun aylarında biz ailələri getdik, atamla bərabər, tələbələrimlə bərabər onları ziyarət etdik və bu ziyarətlər artıq davam etdi. Goranboy rayonunun Ağcakən qəsəbəsində, daha sonra Bakının Ramana qəsəbəsində və onlarla hər dəfə danışan zaman, ünsiyyət quran zaman onlar müsahibə vermək istəmirdilər. Deyirlər ki, həmin gecəni xatırlamaq çox çətindir. Təbii ki, dinləmək də çox çətin idi. Amma mən onlara dedim ki, biz bu həqiqətləri dünya çatdırılması üçün siz müsahibələri bizə verməlisiniz, mütləq verməlisiniz. Və mən o insanlardan çoxu ilə demək olar ki, görüşdüyümüz, ziyarət etdiyimiz insanlar çoxundan müsahibə aldıq. Təbii ki, müsahibə aldıqlarımızdan kitabda bir neçəsi rəhmətə gedib həyatdan köçüb, amma onların müsahibələri, onların acı xatirələri o kitabda öz yerinə alır və həmin o müsahibələri götürdükcə mən özümü həmin o səhnədə hiss edirdim. Həmin o acı, ağrı olan yerdə hiss edirdim ki, bu insanlar gecə vaxtı, məsəl üçün mən orada Dürdana xanımın fikirlərini kitabda qeyd etmişəm. Necə 8 gün erməni əsirlikdə olduğu haqqında, nə əziyyətlər çəkdiyini, ermənilərin ona necə əsirlikdə saxlayan zaman əziyyət verdiyini danışıb. Sonra Xumar xanımla biz daha çox yaxın idik. Allah rəhmət eləsin, Xumar xanım da həyatını itirib, yəni bir neçə ayda həyatdan köçüb. Xumar xanımın fikirlərini, Xumar xanım dedi, İradə xanım, biz
Axşam səsi eşitdik. Ən çox da səs rusların səsi idi. Düz ermənilər də vardı, amma ən çox rusların səsi idi və biz qorxudan deməli Qarqar çayından keçib Kətik meşəsinə getdik. Qar yağırdı, hava soyuq idi və oradan bilmədik ki, hansı tərəfə gedək. Yəni rəhmətli Xumar xanımın dediklərindən belə məlum oldu ki, o özü də güllə yarası almışdı. Dedi ki, mən bir neçə saat ölmüş insanların cəsədləri arasında özümü gizlətdim ki, ermənilər mənim sağ olduğumu görməsinlər. Ondan başqa digər insanlar vardı ki, onlar Mehdinin məsələn 25 nəfər 25 belə deyək 25 nəfər yox 25 ailə vardı ki, onlar ya atanı itirmişlər, ya ananı itirmişlər. Onlardan yəni olan uşaqlar vardı ki, yəni onlarla mən Mehdidir, sonra digər əfsanədir, Həmayıl xanımdır, Gülnardır. Yəni onlarla mən ünsiyyət quranda onların necə acı ağrılarını duyurdumsa, mən onların hər birini çalışırdım ki, kitabda kiçik də olsa o məqalələri, o acı xatirələri o kitabda qeyd edim. Təbii ki, çətin idi müsahibələri almaq, amma ayaqları kəsilmiş, barmaqları kəsilmiş, ağrı görmüş, əsirlikdə qalmış. Məsələn, Bəşirov deməli Şükürün uşaqları, oğlu, qızı, sonra Əliməmmədov Yaşarın 8 gün əsirlikdə qalmağı. Bunlar hər biri əsirlikdə qalan zaman hansı ağrıları, acıları çəkdiklərini onlar danışdıqca həmin günə qayıdırlar. Həmin günü necə deyim, bir film kimi insanın gözünün qabağında canlandırırlar və o zaman insan üzülürdü, fikirləşirdi ki, belə insanlığa sığmayan, bəşəriyyətə sığmayan necə belə vəhşilik ola bilər ki, balaca uşaqlar öldürsünlər, yaşlı insanlar öldürsünlər, insanlara aman verməsinlər və təbii ki, bunları, bu ağrı acıları biz bu soyqırım həqiqətlərini təbii ki, daha çox yazmalıyıq, daha çox cəmiyyətə tanıtmalıyıq, daha çox dünyaya tanıtmalıyıq və 14 dildə kitab, axırıncı dil Qırğız dili oldu. Artıq çapdan çıxıb 14-cü dil Qırğız dili və keçən il Özbək dilində tutmuşdu. Özbəkistanda, Azərbaycanımızın Özbəkistanda fəaliyyət göstərən Özbəkistan səfirliyində fəaliyyət göstərən səfirliyimiz təqdimatını etmişdi. Ondan öncə Pakistanın səfirliyi Azərbaycanda Urdu dilini təqdim etmişdi. Ondan öncə olan Türkiyəmizin TRT radiosunda məlumat verilmişdi, TRT avazında məlumat verilmişdi bu kitab haqqında. Amerikanın Pensilvaniya ştatında, yəni bir təşkilat bu kitab haqqında ingilis dili variantını orada belə deyək təqdimatı keçirmişdi. Yəni kiçik də olsa, balaca da olsa belə deyək də müsahibələri, balaca da olsa yazıları mütləq onları biz dünya ictimaiyyətinə, dünyaya çatdırmalıyıq ki, onlar bizim bu soyqırımın necə acı bir soyqırım olduğunu, necə acı bir, necə deyim, ağır bir necə deyim, bu ölüm olduğunu, faciə olduğunu, yəni faşistcəsinə insanlara belə deyək də münasibət bildirdiklərini ermənilərin onu bilmələri lazımdır. Çünki bu həqiqətlər bizim adil həqiqətlərimizdir. Yəni bizim əsas həqiqətlərimiz, biz yalan danışmadıq, yalan demədik bu neçə illərdə. Allaha şükürlər olsun ki, bizim torpaqlarımız qayıtdı. Allaha şükürlər olsun ki, biz artıq belə deyək də rahatıq torpaqlarımızın geri qayıtmağına, amma yenə də biz həqiqətlərimizi dünya tanıtmasında rahat olmamalıyıq. Biz hər zaman həqiqətlərimizi dünyaya çatdırmalıyıq. Dünya bilməlidir bizim əsli həqiqətlərimizi və bilir də təbii ki, həqiqətlərimiz çatdırılır, amma biz də bir vətəndaş olaraq, bir yazar olaraq, araşdırmacı olaraq, alim olaraq kiçik də olsa biz bu həqiqətləri dünya çapında daha çox yaymalıyıq ki, bizim düşmanlarımız çoxdur və o düşmanlarımız da bizim həqiqətlərimizlə anlasınlar, bilsinlər, razılaşsınlar və onlar oğlum, mən sizə təşəkkür edirəm. Təbii ki, bu soyqırımdan danışmaq ürəyimizi incidir, ürəyimizi ağırdır, amma bu həqiqətləri biz söyləməli, danışmalıyıq. Mən bu konferansa hazırlaşmadan öncə, mənim nəvəm var 5 yaşında, mənə deyir ki, mənə danış nənə, bunlar necə olub? Mən balaca Raulu qarşıma qoydum 5-6 yaşında və onu başa saldım. İndi mən danışdıqca izləyir, qulaq asır mənə. Demək ki, biz balaca uşaqlarımıza da həqiqəti başa salmalıyıq. Onları qəddar kimi böyütməməliyik. Amma onlara həqiqəti başa salmalıyıq ki, onlar görsün ki, bizim düşmanlarımız kimdir və biz Azərbaycanımızı həmişə yüksəkdə saxlamalıyıq. Hər zaman onları, necə deyim, Azərbaycanımızı qorumalıyıq və balaca uşaqlarımızdan tutmuş böyüklərə qədər biz hər birimiz vətənimizin qorunmasında, vətənimizin gülçə yaşamasında hər birimiz öz kiçik də olsa öz əməyimizi ortaya qoymalıyıq. Təşəkkür edirəm minnətdaram dinlədiyiniz üçün. Çox təşəkkür edirəm sizə, var olasınız.
Biz teşekkür edirik İradə xanım. Həm xatirələri kiçik də olsa bizimlə paylaşdığınız üçün, həm bu fəaliyyətləriniz üçün sizə minnətdarım. Çox sağ olun. İndi isə sözü Birliyi Qırğızstan Azərbaycanlılar Dərneyi Başqanı Hansvar Baxşəliyev bəyə vermək istəyirəm. Buyurun Hansvar bəy, söz sizdədir. Mankeş hörmətli olimpozlar, qadırlı qonaqlar, əziz bordoktor. Bugün biz bu yerdə adamzat tarixindağı en ağır cana qayğılı oxuyalardan biri bolğan Xocalı tragediyasının 34 yıldığın eskiri üçün çoxulup olturağız. Bu jön xana tarix emas, bu adam balasının abirini oyğutqun cana eskergen gün. Əziz alimlər, hörmətli qonaqlar, əziz qardaşlar, bugün biz burada bəşər tarixinin ən ağır və faciəli hadisələrindən biri olan Xocalı faciəsinin 34-cü il dönümünü yad etmək üçün toplaşmışıq. Bu sadəcə tarix deyil, insanlığın vicdanını oyadan və yaddaşlarda yaşadılan bir gündür. Xocalı bu Azərbaycan elinin qayğısı, yürekte bolğun carası elə emas. Bu kültür dünyasının cana adamzatın ortaq carası. Adam hukukları buzulğanda qayğı qapatçı qara bilbey, adiletsizlik güç üstündü qılat. Biz Qırğızstanlıqlar da öz tariximizdə qayğılı okuyalarda baştan ötkürdük. Ayrıca 1916-cı yıldağı Ürkün okuyası. Bu iki okuya köp çağından oxşar. İki yerde ten beykünü carandarının korkusuzluğu buzulup adam hukukları talqanaldı. 1992-ci il fevralın 26-sında Xocalı şəhərində qadınlar, uşaqlar, qocalar amansızca qətlə yetirildi. Bu hadisədə qanun öz gücünü itirdi, bəşəri dəyərlər tapdalandı. Xocalı təkcə Azərbaycan xalqının kədəri, qəlbindəki yarası deyil. Bu, bütün türk dünyasının və bəşəriyyətin ortaq yarasıdır. İnsan hüquqları pozulduqda kədər, qüssə sərhəd tanımır, ədalətsizlik və zorakılıq hökm sürür. Biz Qırğızlar da öz tariximizdə faciəli hadisələr yaşamışıq. Xüsusilə 1916-cı ildə baş vermiş Ürkün hadisəsi. Bu iki hadisə bir çox cəhətdən oxşardır. Hər iki halda günahsız mülki əhalinin təhlükəsizliyi pozulmuş, insan hüquqları tapdalanmışdır. Xocalı'dağı okuya baştan ötkün dersini biz unutmay, sabah katarı tarixte ardayım eskirip adamların bal oluğun beyik tuttuğuna millettiğimiz. Bizden elder bir-birin kaygısını düşünüp kolduğu körsütüğü zarıl. Bu okuyalar oşonda öyle el aralık humanitardık hukuk cana demokratiyalık institutlardın manisini körsütür. Eğer bekünü adamlar jabırkasa cana jopsuzluğu bolsa, adamzatlık prinsipleri hiç kaçan saxtalbaydı. Xocalıda baş verən hadisələr bizə yaşananları unutmamağa, onlardan dərs çıxarmağa və insan dəyərini hər zaman uca tutmağa tarix qarşısında bir borc kimi xatırladı. Xalqlarımız bir-birinin ağrısını anlamalı və qarşılıqlı dəstək göstərməlidir. Bu hadisələr eyni zamanda beynəlxalq humanitar hüququn və demokratik institutların əhəmiyyətini də açıq şəkildə göstərir. Əgər günahsız insanlar zərər görür və bu cəzasız qalırsa, insanlıq prinsipləri heç vaxt qorunub saxlanıla bilməz. Xocalı'dağı cana Kırgızistan'dağı okuyalar adamzatka tarixi es tütümdü saxtoğu, oşol okuyadan algan sabaqты cana jara kaltırgan kayganı kelecek muğundarga jetkirip, mından arı kandı okuya bulboşuna eskertet. Elder bir-birini jakın turganda, ulutqa karabay bir-birini urmatsı körskөtkөндө gana tınçlık cana adiletlik boluşu mümkün. Xocalı və Qırğızstanda baş verən hadisələr bəşəriyyətə tarixi yaddaşı qorumağa, həmin faciələrdən çıxarılan dərsləri və iz buraxan ağırma gələcək nəsillərə ötürməyin vacibliyini xatırladır. Bundan sonra belə qanlı hadisələrin təkrarlanmaması üçün xəbərdarlıq edir. Xalqlar bir-birinə yaxın olduqda, milliyyətindən asılı olmayaraq qarşılıqlı hörmət göstərdikdə yalnız o zaman sülh və ədalət mümkün ola bilər. Xocalı'da cana Kırgızistan'dağı beykünü adamların bağırın hurmat menen eskerip, ellerinin bir-birini bolğun bordoşluğu cana koldoğusun basa belgilegim kelet. Tınçlık
Adaletlik jana adamdık balуулuklar daima genişke jetsin. Xocalı və Xocalı Qırğızstan Xocalı və Qırğızstanda həlak olmuş bütün günahsız insanların xatirəsini dərin hörmətlə yad edir. Xalqlarımız arasında qardaşlıq və qarşılıqlı dəstəyin vacibliyini xüsusilə vurğulamaq istəyirəm. Qoy sülh, ədalət və insani dəyərlər hər zaman qalib gəlsin. Xocalı hazır bu vakitte geografiyalık yer, bulutlu kan sezimdi cana tarihi es tutundun en negizgi simbollarının birbirine aylandı. Xocalı'nın Azerbaycan'dan göz ömürlüğüne kaytarılışı bu mamleketlik manideki manili etap gana emes. Oşonda öyle eldin sabırdığı pozisiyasının cana strategiyalık çetkindülüğünün jayıntığı bolup sanalar. Bu okuya birinci planga stabilduğu, turuktuğu cana kelечеги çon önüge turgan aymakka aylandırdı. Könül burganınız üçün çoğun rahmat. Xocalı zaman keçdikcə sadəcə coğrafi bir məkan olmaqdan çıxaraq milli şuurun və tarixi yaddaşın ən əsas simvollarından birinə çevrildi. Xocalının Azərbaycanın nəzarətinə qaytarılması təkcə dövlət əhəmiyyətli mühüm mərhələ deyil, eyni zamanda xalqın səbirli mövqeyinin və strateji qətiyyətinin nəticəsidir. Bu hadisə gələcəkdə bölgədə sabitliyə, qarşılıqlı anlaşmaya və davamlı inkişafa yönəlmiş imkanları ön plana çıxardır. Diqqətiniz üçün təşəkkür edirəm. Qatır Əhməd Xansuvar bəy, iştirakınız üçün, bu fəaliyyətləriniz üçün. Yine bir söz vardı, icazə versəz. Buyurun, buyurun. Hörmətli qonaqlar, mənim ata-babalarım Kırgızistan'da почти bir 100 yıl yaşayır. Biz de sürgün olmuşuq. 37. ildə Stalin repressiyanla bağlı bizi bu Orta Aziyaya sürgün ediblər. Ama biz burada mən dedim 100 yıl yaşayırıq. Öz mədəniyyətimizi, dilimizi saxlayırıq. Bəli, biz siz kimi belə gözəl, yaxşı danışmırıq. Biz 4-cü nəsil burada yaşayır. Ama biz bu Xocalı tragediyasının, Qarayimbarla tragediyasının biz hamısını bu belə nələr deyim, orada yaşadırsınız. Kırgızlarda deyirlər okuya. Biz bunu belə şeyləri bəli biz unutmadıq. İkinci Qarabağ müharibəsi olanda biz burada ne bizim gücümüzde var idi, bizim Kırgız kardeşlerimize gösterdirdi. Azerbaycan'a ne gücümüzde vardı, kömək eləyirdi. Biz de burada yaşayırıq, 100 yıl yaşayırıq, ama biz unutmuruq bizim nətər deyirlər, tarix deyirlər, tarix vətənimiz vardı, bəli. Çox sağ olun. Siz sağ olun Xansuvar bəy. Yəni sizin fəaliyyətləriniz ən əsas bunlar önəmlidir. İstər 20 yanvarla bağlı, istər 31 mart soyqırımı, istər bizim Zəfər günlə bağlı. Orada da etmiş olduğumuz fəaliyyətlərdən həm xəbərdarıq, həm izləyirik və bunlar da bizi çox sevindirir. Var olasınız, çox sağ olun, Allah razı olsun. İndi isə biraz öncə Hikmət hocamız danışanda bildirdim bizim aramızda Valih Hüseynov yer almaqdadır. Valih müəllimi sona saxlamaq səbəbimiz isə biz hocalarımızdan o gündən bağlı faktları dinlədik, tarixi dinlədik, ədəbiyyat, tarix bir çox sahələrdən baxdıq bu mövzuya. Amma bir də o günlərin canlı şahidini dilindən dinləmək düşünən bu eşitdiklərimizi daha yaxşı anlamamıza köməklik göstərəcək. Buyurun Valih bəy, söz sizə veririk. Valih Hüseynov. Axşamınız xeyir olsun. Hörmətli tədbir iştirakçıları, Anar müəllim, çox sağ olun. Tədbiri hazırladığınız üçün. Bu bizim üçün ən azı mənəvi dəstəkdir ki, Xocalı soyqırımı unudulmur. Məndən əvvəl çıxış eləyənlər çox ətraflı danışdılar. Bizim
hörmətli deputatımız Elnarə xanım, İradə xanım, yəni bunlar Xocalı hadisəsi haqqında məlumatlar verdilər və başqa dövlətlərdən olan qardaşlarımız yəni çox gözəl çıxışlar elədilər. Hətta mən gözləmirdim ki, bu dəqiqliyində məlumatlar var onlarda. Çox minnətdaram. Xocalı soyqırımı məlum məsələdir, yəni çox danışılıb. 25-dən 26-sına keçən gecə 1992-ci il tarixdə baş vermişdi və həmin tarixdə mən indi hal-hazırda Xankəndindəyəm və bu Xankəndi istiqamətindən 366-cı alay və bütün hər bir tərəfdən, hər bir cığırdan Xocalıya hücuma keçdilər. Asala təşkilatının, terror təşkilatının bütün üzvləri, 366-cı alay, İsravi ordu. Yəni mən bu hadisələrin içində olmuş bir insan kimi deyirəm, o bəyə Qumar xanımla danışdılar və onların çoxunu mən keçirmişəm çaydan, çiynimdə bax o axan çaydan və o dağlarda insanların necə qırılmağını, yəni həlak olmaqlarını, şəhid olmaqlarının hamısının şahidiyəm. Orada hətta insanların güllə dəyməyən insanlar oldu, orada ürəyi partlayan, soyuqdan donan insanlar, körpə uşaqlar, nə qədər soyuqdan donan uşaqlar, hətta orada bir epizod mənim ömrü boyu yadımdadır, çıxası da deyil, orada bir ananı vurmuşdular, gənc ana. Körpə uşağı ağlayırdı, mən onu qucağıma götürəndə mənim rəhmətli yoldaşım mənə dedi ki, gəl götürək, uşağı saxlayaq. Amma mən uşağı götürəndə gördüm ki, uşağa da güllə dəyib, uşaq da şəhid oldu. Yəni, büktüm anasının paltosuna. 613 nəfər deyirlər, mən onunla heç bir vaxt razılaşmıram. Çünki Xocalıya gələnlər vardı, hələ qeydiyyata düşməyənlər vardı, itkin düşənlər nə qədər oldu, onların meyitləri tapılmayıb. O meşələrdə mənim yanımda 500-dən çox insan orada şəhid olur. Mənim yoldaşım da, üzr istəyirəm, 5 aydır evlənmişdik, orada şəhid oldu. Mən özüm bir dəfə insanları Ağdama keçirib, yenidən qayıdıb gələndə mən əsir düşdüm. 13 nəfər adam gətirirdim. Dürdanə Ağayeva da, rəhmətli Dürdanə Ağayeva da onların içində idi. Və biz orada əsir düşdük. Mənim o əsirlik həyatında gördüyüm işgəncələr, mənim o 27 gündə mənə verilən işgəncələr, mənim dırnağımı çıxarmağı, əllərimi yandırmaqları, barmaqlarımı qırmaqları, yəni bu haqda hamının məlumatı var. Yəni ona görə çox geniş danışmaq istəmirəm. Qabırğalarımı qırmaqları, yəni bugün mən onların altını çəkirəm, çox əziyyət çəkirəm. Və orada insanlara, Dürdanənin çığırtısı mənim hələ də qulağımdadır. Mən onu heç bir vaxt unuda bilmirəm. Orada Azərbaycanlı, bizim Azərbaycan türklərinə verilən işgəncələr hamısı mənim gözümün önündə olub. Onu heç bir insan eləməz. Onlar ancaq onu vəhşi eləyə bilər, onların elədiklərini. Və mənim azad olunmağım və bugünkü günü yaşayıram. Onlar mənim heç bir vaxt yaddaşımdan silinməyəcək. Mən hətta 2 il bundan qabaq Xocalı alınanda məni gətirdilər. Həmin o meşələrdə insanların şəhid olduğu əraziləri mən gördüm. Mənim yoldaşımın, 18 yaşında yoldaşımın şəhid olduğu yeri və əsirlikdə mən olduğum o Əskərəndə milis şöbəsində olduğum o KPZ-də qaldığım yerləri, işgəncə verilən otaqları mən gördüm. Və gəldim, çox pis hala düşdüm, açıq ürək əməliyyatı keçirdim, açıq göz əməliyyatı keçirdim, gözüm biri kör oldu, ürəyim də açıq əməliyyat oldum və səhhətim hədsiz dərəcədə pisləşdi. Yəni Xocalı mənə ikinci dəfə
çox böyük bir təsirini göstərdi. Amma mən ömür boyu şükür eləyirəm. Düzdür, mənim atam anam görmədi, amma heç olmasa mən gördüm. Xocalını gördüm, Xocalda evimizə getdim, evimizi gördüm. Düzdür, bizim evlər hələ bərpa olunmur, amma inşallah bir gün cənab prezidentimizin sərəncamı olacaq. Biz onu gözləyirik ki, bizim evlər bərpa olunsun, bizə qaytarılsın. Mən hal-hazırda özüm deyirəm, Xankəndində yaşayıram. Xankəndində bir restoran açmışam, balaca bir restoran açmışam və burada düzdür, biz burada hələ əhali yoxdur, ancaq burada işçi qüvvəsidir. Amma bizim il yarımdır, 1 il 4 aydır, 5 aydır belə mən buradayam hardasa. Biz buranın təmiz havasını, suyunu səhər-səhər, axşam durub aldıqca insan nə qədər bu 34 ildə nələr itirdiyimizin biz şahidi oluruq ki, biz nələr itirmişik. Bizim torpaqlarımızdan ermənilər nə cürə istifadə edib. Bizim torpaqlarımız zəngin torpaqlardır. Bilirsiniz, qapqara torpaq, bir əkirsən 10 götürürsən. Belə bir zəngin torpaq. Hər bir şeyimiz var bizim burada. Hər bir şeyimiz, insan yaşamaq üçün hər bir şey var Qarabağda. Və bu günləri çox biz sevinirik. Bizim oturanda bura sakinləri, yəni bir yerdə otururuq, çay içirik. Bizim bir dənə sözümüz var. Şükür ki buradayıq. Biz buna görə Ali Baş Komandanımıza, cənab prezidentimizə minnətdarıq və bizim ordumuza, bizim şəhidlərimizə Allah rəhmət eləsin. Biz onlara minnətdarıq. Onların sayəsində biz buradayıq. Qazilərimizə can sağlığı versin. Veteranlarımıza can sağlığı versin. Biz böyük Türkiyəmizə, qardaş Türkiyəmizə biz minnətdarıq. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyip Erdoğana minnətdarıq ki, bizim yanımızda oldu, bizə mənəvi dəstək oldu. Lazım gəlsəydi, başqa cürə də dəstək olacaqdı. Amma bizim öz gücümüz özümüzə bəs elədi ki, bizim qəhrəman övladlarımız bizim torpaqlarımızı geri aldı. Mən burada yaratdığım restoranın adını Turan qoymuşam. Turan restoranı. Türk dilli dövlətlərin adına qoymuşam bu restoranı, amma düzdür, hərçənd ki, hələ bir dənə Turan dövlətindən gəliblər, bu şəhərə gəliblər, amma bu qapını hələ asan olmayıb, deməyib ki, niyə açmısınız? Yəni, bu nöqteyi nəzərdən bir balaca inciyirəm ki, Turandır bunun adı. Bunu mən öz içimdən gəlib bu adı qoymuşam. Öz içimdən, kimsə mənə deməyib bu adı qoy, öz içimdən gəlib qoymuşam. Çünki biz hara getsək, nə inəsək, buradakı mən dinlədiyim insanlar Özbəkistandan, Qırğızstandan, Türkiyədən, nə bilim, hələ başqa dövlətlərdən var. O mənim üçün böyük fəxirdir ki, bu günləri biz bir yerdəyik, bu tədbiri bir yerdə keçiririk. Xocalı təbii bizim qan yaddaşımızdır. Və mən sonda tədbirdə iştirak eləyən və eləmək istəyən insanların hamısına öz minnətdarlığımı bildirirəm. Anar mənim, sizə yenə də öz minnətdarlığımı bildirirəm ki, belə silsilə tədbirlər təşkil edirsiniz. Bizim il boyu sizlə həmişə əlaqəmiz olur. Allah hər birinizi qorusun, Allah Türk dövlətlərini qorusun, Allah bizə güc versin həmişə. Allah razı olsun Valeh müəllim. Biz sizə təşəkkür edirik. Heç zaman dəvətimizi qırmırsınız. Harda, necə olmanızdan asılı olmayaraq bildiriniz əməliyyat keçirmişdiniz. O əməliyyat ərəfəsində də yenə bizlə oldunuz. Və mənim də arzum odur ki, Allah nəsib etsin, elə buradakı hocalarımızla birlikdə sizin o gözəl qurmuş olduğunuz o bildim yalnız restoran deyil, orada başqa ruh var, orada başqa mənəvi çox anlamı var. İnşallah nəsib olar, bu hocalarımızla birlikdə oranı ziyarət edərik. Allah nəsib edər inşallah. Çox sağ olun, təşəkkür ederim. Var olasınız. Və bununla da deyərdim, daha bir konferansımızın sonuna yaxınlaşırıq. Bu vaxta qədər bizdə qalan, bazar günü olmasına rağmen, hər kəsin istirahət günü olmasına rağmen zaman ayırıb qatılan həm
millət vəkillərimizə, həm hocalarımıza, həm dostlarımıza təşəkkür edirik və istərdim son olaraq hər bir qonağımızdan son sözlərini alaq və bununla da konferansımızı yekunlaşdıraq. İlk olaraq sözü Elnara xanıma verirəm. Buyurun Elnara xanım. Təşəkkür edirəm Anar bəy. Çox fərqli bir konferans oldu düşünürəm. Çox mütəssir olduq. Xüsusilə o sonuncu çıxış, Valih bəyin çıxışı. Valih bəy, biz tarixdən danışırıq, amma siz o tarixin canlı şahidisiniz. O yaşantıların içindən keçən və içinizdən keçirən bir şəxsiz. Yəni biz sizin çıxışınızın nə boyda bir qürura, nə boyda bir həm də kədərə istinad etdiyini səsinizin o tonundan, sizin baxışlarınızdan, sizin cümlələrinizdən hər tərəfli duya bildik. Və nə yaxşı ki, siz bugün bizlərdəsiniz, bizimləsiz. Biz fəxr edirik ki, bugün yəni bu konferansın bir parçasıyıq, bir iştirakçısıyıq. Çox böyük zövqlə dinlədim. Elə konferans gedə-gedə Anar bəyə yazdım ki, Anar bəy nə gözəl konferans gedir. Çox sağ olun buna görə. Yəni hər kəsə minnətdaram. Yəni Azərbaycanın dərdini öz dərdi bilən, onu öz içində, canında, qanında hiss edən hər bir kəs bizim bir parçamızdır. Bugün Turan qoyub Valih bəy restoranın adını. Bu özü qeyd etdiyi kimi rəmzi, simvolik bir addır. Biz doğrudan da Turanı bugün siyasi, ideoloji bir doktrinadan elə bilirəm ki, mənəvi bir halqaya keçirməyi bacarmışıq. Allah bizə o qədər güc versin, birlik, birgəlik nəsib etsin ki, biz Türk dövlətləri birliyi olaraq, yəni qarşımızda oturan bütün hədəflərimizə çata bilək və hamımız birlikdə o günlərə şahidlik edək inşallah. Təşəkkür edirəm hər birinizə. Çox sağ olun Elnara xanım. Xoş fikirləriniz, iştirakınız üçün minnətdar. Həqiqətən var olasınız. Çox sağ olun. Siz də var olun. Buyurun Gülbakır hocam. Yenə bir bar salamlayıram. Anar müəllim, sizə yenə də təşəkkürlər edərəm bu konferansı təşkil etdiyiniz üçün. Mən bu konferans iştirakçılarını sonuna kadar bir huzur ile dinledim. Ve çok yeni bir malumatlara da aldım özüm için. Biz birlikte güçlüyüz. Bütün Türk dünyası, Türk devletleri birlikte de güçlüyüz. Bizim cumhurbaşkanlarımız da, siyasetçilerimiz de bugün aynı bir ideaları, aynı bir politikanı birlikte yayınlıyor bütün Türk dünyasına. Ben isterim ki bundan sonra da bizim halklarımız hiçbir açıları görmesin. Fakat bir inkişaf olmasını görmek bize de nasip etsin. Allah şehitlerimizi rahmet eylesin, mekanları cennet olsun. Hem iştirakçılara da can sağlıkları, hayatlarında bir profesyonel bir sahalarında da bir inkişaflar dilerim. Çok sağ olun. Siz sağ olun Gülbakır hocam. Həqiqətən sona qədər iştirakınız üçün təşəkkür edirəm və Bayram hocamı sona saxlamaq istəyirəm. Onun necə deyək, şeiri ilə, türküsü ilə bitirmək istəyirəm konferansı. Bayram hocam izniniz olursa istərəm sizə sonda söz verim. Buyurun Hikmət hocam. Kıymetli vekilim, kıymetli hocalarım ve kıymetli şehit ailelerim, sizlerin hepinize minnettarım. Bu Türk Dünyası Birliği'ne en ufak bir damla iyiliği olan, fedakarlığı olan, emeği olan herkese yürekten teşekkür ediyorum. Şehitlerimizi rahmetle anıyorum. Ruhları şad olsun. Biz onların dünyadaki bekçileriyiz. İnşallah Allah bir daha bize bu acıları yaşatmasın. Biz birlik olmaya, beraber olmaya ve gelişmeye devam edelim. Birbirimizin elinden tutarak bu Türk Dünyası Birliği'ni inşallah önce dilde, sonra işte, fikirde kuralım. Çok teşekkür ederim. Bu aziz konferansa katılımımı sağladığınız için de moderatör Anar Bey'e de çok teşekkür ediyorum. Yürekten teşekkür ederim. Sizlerle birlikte olmak gerçekten çok hoştu. Acı bir gün olsa da sizlerle olmak, kardeşle beraber olmak gibi. Gerçekten o yakınlığı duydum, hissettim. Çok sağ olun. Çok sağ olun. Sizin də vurguladığınız kimi İsmail Qaspıralın fikri ilə yekunlaşdırdınız. İş deyil də işdə, fikirdə birliklə inşallah daha böyük uğurlara,
daha sağlam addımlara imza atacağıq inşallah. Çox sağ olun. İnşallah. İnşallah. Buyurun İradə hocam. Mən təşəkkür edirəm Anar oğlum sizə, Cəmaləddin hocama təşəkkür edirəm ki, yəni belə həqiqətən də bax bu cür olan konferanslar, tədbirlər mütləq lazımdır. Həm gənclərin inkişafında, həm dünya görüşlərinin formalaşmasında, həm həqiqətlərimizin tanınmasından, gənclərin maariflənməsindən, bunlar haqqında, hər biri haqqında məlumatlar verilməsi sizin konferansın böyük əhəmiyyəti var. Mən sizə təşəkkür edirəm ki, dəyər verdiyiniz üçün. Bax sonuna qədər nəvəm də mənlə bərabər izlədi konfransı. Nə gözəl. O da qulaq dinlədi. Çünki bugün yenə deyirəm, kiçik yaşlarından biz uşaqlarımıza öyrətməliyik vətən sevgisini və həqiqətlərimizi. Çox sağ olun, minnətdaram. Hər birinizə təşəkkür edirəm. Siz sağ olun İradə xanım, var olasınız. Təşəkkür edirik. Buyurun Xansvar bəy, sizdən də son sözlərinizi alaq. Anar Bey çok sağ olun bu maraqlı konferansa. Sizin de burada dediniz, ben de görürüm. Burada çok bizim şehitlerimizin şəkili vardı. Allah şəhidlərimizi rəhmət eləsin. Allah şəhidlərinin analarına, bacılarına, uşaqlarına, yoldaşlarına sağlıq versin. Allah onları qorusun. Biz bizim şəhidlərimizi heç vaxtı unutmayacağıq. Bizdə bir yaxşı, mən belə zadım vardı, okuyan var. Mən üçün bizim şəhidlərimiz bu Azərbaycanın deyirlər elitası vardı, elita. Bəli. Ruslarda deyirlər я так думаю, да, bizim şəhidlərimiz это и есть та самая элита. Это и есть та самая элита Azərbaycanın. Çox sağ olun. Siz sağ olun Xansvar bəy. Var olasınız. Həm fəaliyyətləriniz üçün, həm iştirakınız üçün minnətdaram. Bayram hocam, bizim her konferans sonunda anahtar kelime söylüyoruz. Böyle 1, 2, 3 kelimeli. Onu söyledikleri zaman katılımcıların sona kadar katıldıklarını bir nevi ispat oluyor. Sizin son sözlerinizi, şiirinizi bitirdikten sonra bir anahtar kelime de söylemenizi isterim. Onunla da inşallah bitiririz. Buyurun Bayram hocam, söz sizdedir. Çok teşekkür ediyorum. Öncelikle Anar Bey başta olmak üzere bu programı düşünen ve programa katkı sağlayan bütün milletvekillerimiz, bilim insanlarımız, yazarlarımıza ve bizi takip eden, dinleyen, seyreden bütün hocalı ve Azerbaycan, Karabağ, Turan sevdalısı insanlarımıza teşekkür ediyoruz. Bizim zaten gönüllerimiz bir, bütün Turan ellerinde gönüllerimiz bir. Bu gönül birliğini politikacılarımız da yani hem Türkiye'de Cumhurbaşkanımız Recep Tayyip Erdoğan, yine Azerbaycan'da Cumhurbaşkanımız İlham Aliyev ve bütün Türk dünyası ülkelerinin cumhurbaşkanlarının aynı zamanda birlikte hareket etmeleri de bu gönül birliğimizin daha mühkem olmasını, daha kalıcı olmasını sağlıyorlar. Kimin emeği geçmişse bu birlikte ve zaferin kazanmasında da bu Turan'ın daha önce 2 devlet bir milleti şimdi 7 devlet 8 devlet bir millet şekline dönüştüren emeğe geçen herkese teşekkür ediyorum. Şehitlerimizin ruhu şad olsun diyorum. Tabii sizinle görüşmelerimizin hepsinde bir de şiir genellikle istersiniz. Tabii konumuz Karabağ, konumuz hocalık, konumuz Azerbaycan zaferi olunca bu konuda benim yazdığım daha önce birkaç şiir vardı. Onları okumayacağım ama şunu özellikle söylerim. Yani siz hayalini kuramadığınız zaferi kazanamazsınız.
Tabii önce hayal etmeniz lazım ve tabii hayal etmekle yetinmemek, onun için de ne gerekiyorsa çabalamak gerekiyor ve biz bunu Azerbaycan Türklerinde gördük. Türkiye'nin ve diğer Türk ülkelerinin manevi desteklerini de yanında hissederek ama asıl kendi güçleriyle bu zaferi kazandılar. Bu hayal ettiğimizi daha önce şöyle ifade etmiştik. Birkaç parça okuyacağım, sonra asıl şiiri okuyacağım. Azatlık arzular Hankenti Şuşa, yaşa şanlı vatan sen azat yaşa, çıkıp gelir yine bir Nuri Paşa, bütün Azerbaycan bahtiyar olsun, Tanrı yardım etsin, Türkiye yar olsun. Fuzuli, Cebrail, Adere, Terter, Adam, Hadrut, Laçin, Türk'ün kelbecer. Bir azat olur, yakındır zafer. Ataların ruhu bayraktar olsun. Tanrı yardım etsin, Türkiye yar olsun diye bunları dilerken sonra bu dileğimizin sonunda, hayalimizin sonunda zaferi de kazandık ve zafer üzerinde de şöyle bir şiir oluşturduk. Bunları sizin de isteğinizle ve bizi dinleyen şehit ailelerimizin de onlara da armağan ederek bu arada bu şiiri de Samet Vurgun'un aziz ruhu şad olsun diye armağan etmiştim. Türkiye can Azerbaycan. Dua eder bütün Turan. Yar olsun Türkiye yaradan. Karabağ'dan gitsin duman. Yazılsın yeni bir destan. Türkiye can Azerbaycan. Türk milleti genç ihtiyar, vatan aşkıyla bahtiyar. Gezer gönül diyar diyar, bir millete iki vatan, Türkiye can Azerbaycan. Yüreklerde olmaz hudut, iki ülke tek bir vücut. Ozanımız Dede Korkut, ecdadımız Oğuz Kağan, Türkiye can Azerbaycan. Cebrail bir cennet yöre, yüreklerde cemre cemre. Koç Köroğlu Yunus Emre, Kubatlı'da okur ezan. Türkiye can Azerbaycan. Büyür bu aşk için azat olur Şuşa Laçin. Türkü söyler Türklük için aynı yürek, aynı lisan. Türkiye can Azerbaycan. Can Fuzuli, can Kelbecer. Şehidin var Hadrut Terter. Türk ordusu hep muzaffer. Türkiye can Azerbaycan. Her Azerbaycan Türk'ü hep kahraman. Türkiye can Azerbaycan. Her karışık kutlu toprak, kanlar aktı ırmak ırmak, inmez yükselen bu bayrak. Aynı ülkü, aynı iman, Türkiye can Azerbaycan. Güzel adam, su kovuşan, hür askeran, hür zengilan, bağımsızlık şerefle şan, aşkla seven iki canan, Türkiye can Azerbaycan. Der Ozan Türk, ilelebet, sürsün bu aşk, bu muhabbet, bir milletiz, iki devlet, yürek sözü söyler Ozan, Türkiye can Azerbaycan. Teşekkür ediyorum, saygılar sunuyorum. Can Türkiye, Can Bayram Hoca. Allah Sağ olun. sizleri var etsin. Her şey için teşekkür ederim. Hakikaten bu şeyleriniz de bizi aldı götürdü. Hem Türkiye'ye hem de bütün Türk ülkelerine. Var olasın. Bayram Hocam anahtar kelimeyi de söylerseniz size sevinirim. Tek kelime mi, iki kelime mi? İki kelime olsun hocam. Gönül birliği diyelim. Gönül birliği. Çok teşekkür ederim hocam. Bütün qonaqlarımıza, iştirakçılarımıza, şəhid ailə üzvlərimizə bu vaxta kimi bizlə qaldıqları üçün çox təşəkkür edirik. İnşallah növbəti konferanslarda görüşmək ümidi ilə gecəniz xeyrə qalsın. Allah'a emanet olun. Sağ olun.